except for matching will be in the same order. Yəni bir dənə matching suallar istisna, hər dəfə dediyim kimi, qalan bütün sualların cavabları sırayla olur. Cavablar deyəndə, yəni bütün sualların, bəli, cavabları sırayla gəlir mətndən. Okay, that's why don't C. Did you understand, students? Yes. Okay, yes. Or maybe, for example, the answer of the second, for example, imagine that the answer of the second question is given like that. For example, simple, for example, simple. Simple, you should come to the passage and try to find the synonym of simple. Simple and easy are very close to each other. That's why you should write here F if you have found simple word. Okay. Yəni simple götürüb belə ora simple kimi yazmırıq. Choice verirsə mütləq dərəcədə choice-dan seçməliyik. Choice yox. Baxın, mən sizə keçən dəfə dediyim kimi true, false, not given və matching heading questionlar istisna. Qalan 8 növ sual həm listening-də düşür, həm də reading-də düşür. Ona görə də sizə nə öyrədirəmsə, birinci həm listening matçadır, həm də reading matçadır. Bu arada listening sizə part 1 göndərmişdim. Onları işləmisiniz? Part 1. Listening. Fidan. Happy boy. Fidan, sən mənə tele mesaj edirsən? Hə, gedir. Okay. Şəxsiyyət atdım. Are important for these type of questions. So, okay, I'll show you strategies. Firstly, you should read carefully instructions and you should be aware of the second one. You should skim, read the summary to get a general understanding of what it's about. So why? Because if you read all sentences in detail, you will spend a lot of time. You should take into consideration that you should spend no more than 15 minutes for entire passage and their questions. That's why you should read entire passage within 5 or 7 minutes. Why? Because you should spend more time for finding the answers of the questions. That's why don't read all the sentences in detail. Just try to skim and scan until you find the answer to the question. And if you find the location of the question, you should read the same sentence in detail and try to find the answer to this question. The next one, read the summary in more detail and try to predict the type of word needed to fill each other. I mean, fill each gap. I mean, do you need a verb, a noun, an adjective? What you need, you should try to find. As I mentioned you before, if you are given, okay, for example, let's say I'll open, let's say sentence summary, yeah, this is summary completion, and this one is a sentence completion if I'm not mistaken. Yeah, this is summary completion as well. Okay, it's not a problem. So, for example, when we turn to the question, some sentence, for example, this one, plain English. Okay, no more than 2 words. You should try to read sentences and try to find which word you need, noun, adjective, blah, blah. And you are given no more than 2 words. It means you are not given choices. You are not given A, B, C, D choices. You should find the exact word from the passage that you find. Consumers often complain that they experience a feeling of what? For example, dissatisfaction. You should find here, you should write here dissatisfaction if you see the exact word from the passage. Tutaq ki, mətndə, baxın, azını deyim, tam fikrimi çatdırım sizə. Tutaq ki, bizə burada nə lazımdır? Baxırıq ki, bizə isim lazımdır, yaxud da gerund lazımdır. Çünki of-dan sonra, prepositiondan sonra ya söz gəlir, ya da gerund gəlir. Okay, demək ikisindən biri lazımdır bizə. Ya isim gələcək, ya da gerund gələcək.
Və nəzərə almaq lazımdır ki, burada numberdən two words deyir deyə ismin əvvəlində sifət də ola bilər. Ona görə də ya isim, ya sifət isim, ya da gerund lazımdır bizə. Okay, gedirik mətnimizə. Tutaq ki, mətnimizdə tapdıq dissatisfaction. Tutaq ki, neynəcəyik? Buraya yazacaq dissatisfaction. Tutaq ki, deyirəm də, indi özümdən atdım o sözü. Okay, və yaxud da which have not been tested by companies on a article yazdıqsa, demək testdə olan samitlə başlayan isim lazımdır bizə. Getməliyik mətnə ki, testdə olan samitlə başlayan isim harda var? Tutaq ki, skim elədik, baxdıq ki, hə, burada e-book yazılıb. Tutaq ki, e-book yazılıbsa, o e-book olan cümləni oxumalısınız ki, o bookun, kitab sözünün bu tema ilə əlaqəsi var. Yəni buradakı bu cümlə ilə əlaqəsi var, yoxsa başqa sözdür, siz səhv tapmısınız. Did you understand? Or maybe this one. For example, it is especially important that blah blah information is not left. Baxın, blah blah information ismsə, ismi təyin edici sözü olacaq sifət. Demək ki, biz sifət tapmalıyıq. Sifət. Yaxud da amount of-dan sonra saymayan təşkil olan isim gəlir. Demək ki, saymayan təşkil olan isim lazımdır. Yəni amount of money, amount of time, belə bir şey lazımdır. Ya money olar, ya time olar, belə bir şey olacaq. Yaxud da and cause people to lose faith in olacaq isim. Preposition olduğuna görə prepositiondan sonra isim gələcək. Okay. Başa düşdünüz kimi? Yəni bilməliyik ki, bizə isim lazımdır, sifət lazımdır, article isim lazımdır, sayıla bilən lazımdır, sayıla bilməyən lazımdır. We should find it. Okay. And let's continue. I'll give you other strategies. So read the summary in more detail as I mentioned before, and don't spend too long on this, but it will save your time later if you do it. If the question includes a list of words, if you can guess any answers, you may be able to narrow it down to 3 or 2. There will be others that will be obviously wrong. Yəni, tutaq ki, siz cavabını tapdınız ki, ayda burada 2 də ola bilər, 3 də ola bilər. Misalsında A də ola bilər, B də ola bilər, hansını yazın. Tutaq ki, bax, choice-lərimizə baxırıq. Bax, bu nə demək istəyir uşaqlar? Tutaq ki, mətni oxuyuruq. Deyirik ki, cavabda kompleks olar, difficult olar. İkisi də biri kompleks mürəkkəbdir, difficult çətindir. Bir-birindən belə deyim də əvəzləyici, yaxın mənalı sözdür. Sinonimamız da yaxın mənalıdır. Baxırıq ki, A-nı tutaq, yoxsa B-ni tutaq. Tutaq ki, birincisinin cavabında yazılıb, elə bir söz yazılıb ki, o həm kompleks, misalında complicated yazılıb bura. Complicated-in sinonimi difficult ola bilər, kompleks ola bilər. İndi fikirləşsiniz ki, ayda mən A yazım, yoxsa B yazım. İkisinə yazırıq bura, A-də, B-də. Bu birləri işləyəndə daha aydın olur bizə ki, A olacaq, yoxsa B olacaq. Misal üçün də 2-yə yazılıb ki, 2-nin cavabında yazılıb ki, is not easy. Is not easy. Easy-nin sinonimi, yəni is not easy nə deməkdir? Yəni difficult-dır. Demək ki, 2 difficult çıxdı. Demək ki, 1 nə olacaq? Kompleks olacaq. Fikrimi çatdıra bildim sizə? Bax, tutaq ki, yenə deyirəm. 1-in cavabı təsəvvür edin ki, complicated. Təsəvvür edin. Complicated. Siz də deyirsiniz ki, ayda complicated mürəkkəb deməkdir. Difficult da mürəkkəbdir, complex da mürəkkəbdir. Mən indi hansını yazım ora? Okay, onda həm A yazırıq, həm B yazırıq. Hələ ki də, indi demirəm, hansı işdə götürün ikisinə yazın. Bura qaralma kimi həm A yazırıq, həm B yazırıq ki, bu ikisindən biri 100% cavabdır. 2-nin cavabı tutaq ki, yazıb ki, mətndə oxuyuruq ki, yazıb ki, is not easy, asan deyil. Asan deyilsə demək necədir? Çətindir. Easy-nin antonimi nə olur? Difficult. Aha, demək ki, 2-ci cavab oldu difficult. 2-ci cavab difficult çıxdısa, demək 1-ci cavab nə imiş? Demək kompleks imiş. So, oldu 1 kompleks, 2 difficult. Did you understand? Yes. Okay, and what else? What other instructions that I have to give you? The summary will normally relate to one section of the text, probably 2 or 3 paragraphs. Your next job is to identify these.
So it means the answers of each question will be given in approximately 4 or 5 lines each passage. Yəni əgər şəkilli deyilsə mətn, bax sizə qəşəng bir tip söylədim. Mətnimiz əgər şəkilli deyilsə, bax, например, açıb göstərəcəm sizə uşaqlar. Bax çox maraqlı bir qaydadır bu. Ağlınızda saxlayın bunu. Çox vacib tipsdir bu. Okay. I'll open a real Cambridge questions. I'll share it with you. Okay, let me try to open it and explain it to you very deeply. Okay, imagine that you are given any text. Hər hansı bir text asırıq. Okay. Yox, bu general reading'dir. Biraz əvvələ gedək. Aha. Bu kimdir? Hə. Baxın, tutaq ki, belə bir mətn verildi bizə. Tutaq ki, Chronicle of Timekeeping. Okay, mətn görürük ki, obşi bütün mətn, necə deyim, vərəqi əhatə edib. Yəni qırağında şəkillər, zadlar yoxdur. Tam belədir, fulldur, düz deyil. Və baxırıq sualımıza. Ki, sualımız hansı tipli sualdır. Baxıram ki, ilk sualımız matching question'dır. İkinci sual da həmçinin matching question'dır. Bunları hələ keçməmişik sizlə. Bunlar matching question. Bunları ötürürük. Çünki